Time 2025-ci ilin Subject Verb Agreement zarı məsələ suallarına baxırıq. 31-ci sualda qalmışdıq. She may be awesome, but her politics isn't awesome. Baxın, yadda saxlayın. Politics sözü əgər fən bildirirsə, bu zaman təkdə olur. Yox, ümumiyyətlə onun siyasəti, siyasi görüşlər mənasında işlənirsə, bu zaman cəmdə olur. She may be awesome, but her politics isn't awesome. Səhvdir. 2-yə baxırıq. Qələmimizi götürək. She may be awesome, but her politics aren't awesome. O dəhşətli ola bilər, ancaq onun siyasi görüşləri dəhşətli deyil. 2 düzgündür. Fən bildirmir. Politics has already started being taught at our university. Baxın, burada politics fən bildirdiyi üçün təkdə işlənir. Cavabımız 2-3. 4'e baxaq. Politics have already started being taught at our university. Burada da politics fən bildirdiyi üçün təkdə olmalıdır. 32-ci suala baxırıq. Which sentence with the subject verb agreement is the most appropriate? Hansı daha uyğundur? Several members of the staff in the company ask for a high salary. Düzgündür. Ofdan əvvəlki sözə baxırıq. Membersdir, cəmdədir və feilimiz askdır. Uzlaşma düzgün gedib. Bir düzü. Locally produced goods has. Niyə goods has? Goods mallardır. Onunla has yox, have verməliydik. 2 səhvdir. 3-ə baxırıq. Many a senator has introduced legislation that will benefit migrants. Baxın, senator təkdədir, has sözüdür. Təkdir, xəbərimiz də təkdədir, düzgündür. 4-ə baxırıq. The car that has been abandoned this week. Baxın, söhbət cardan gedir. Cümləmizin mübtədası cardır və xəbər isə izdir, təkdədir, düzgündür. Cavabımız 1-3-dür. İzah edərkən sizə qaranlıq qalan hər hansı bir məqam varsa, yaza bilərsiniz şərhlərdə, izahını verə bilərəm. 32-dən 45-ə keçib, bircə dəqiqə, niyə belə olub? Bu proqramla yeni işləyirəm, ona görə. Bir dəqiqə, üzrlü sayın, aradakı səhifə PDF variantını vurmamışam və yaxud da çəkməmişəm, unutmuşam bəlkə də. Yeni də 42-də davam edək. 32-dən 42-yə kimi hər hansı bir sualınız olarsa, nömrəsini yaza bilərsiniz, izahını verərəm. Və yaxud da qısa video şəklində də çəkə bilərəm, problem yoxdur. Find out the most appropriate option. Uyğun gələn variantı seçirik. Baxırıq. A few clothes brand has recently introduced eco-friendly lines. A few clothes brand, a few var, clothes var, has yox, have olmalıydı. Qələmimizi götürək. B'yə baxırıq. Those men's child are. Niyə? Child is olmalıdır. Uşaq sözü təkdədir. Xəbər də təkdə olmalıdır. Several shoe shops in the area are düzgündür. Baxın, dükkanlar, bir neçə ətrafda olan dükkanlar, ona görə have olmalı, are having olmalıdır, düzdür. D'yə baxırıq. Much traffic police officers were. No, niyə much? Many olmalıdır. Çünki söhbət polis officerlərdən gedir, polis zabitindən gedir. D'yə ona görə səhvdir. İyə baxırıq. These girls yox, these girls olmalıdır, cəmdə olmalıdır. Bunlar işlənməlidir. 43-ə baxırıq. Only one basin for 6 girls. Baxın, only var, təklik var. Ona görə tək verməliyik. Were-lər getdi. 2 variant arasında qalırıq. A və D arasında. D-nin üzərinə xət çəkildi. İkinci səhifə baxırıq. İkinci suala baxırıq. İkinci cümləyə. A long way for a young child to go alone. Burada isə iz veririk E artiklına görə. 50 miles is. Bəli, cavabımız A bəndi. 44'də baxırıq. Find out the appropriate option for the sentence given below. Yenə də düzgün variant axtarırıq. Hardly a sport discipline. Baxın, E artiklı bizə deyir ki, bizim cümləmizi izlə verin. There is hardly a sport discipline which attracts such a great number of people. İz düzgündür. İkinciyə baxırıq.
A clear enough distinction yenə də iz verməliyik. Baxın, hardly, really özləri inkarlıq bildirdiyi üçün isn't verə bilmərik. Burada da isn't var, burada isə ümumiyyətlə are verib. Cavabımız A bəndi. A. 45-ə baxırıq. Which of the following option is inappropriate? Düzgün olmayan istəyir bizdən. There is nothing fearful about it. Bəli, təkdədir. Fearful iz verib, problem yoxdur. There were wine leaves. Baxın, were var, leaves var, cəmdədir. Düzgündür, səhv axtarırıq. There is no motive power in experience. Düzgündür. They were delightful things for him in store. Were things, cəmdədir, düzgündür. İyə baxırıq. There is very discourteous for a guest to be late. There is very discourteous for a guest. It is very discourteous olmalıdır. There is olmaz. Ona görə cavabımız İ bəndidir. 46-ya baxırıq. But also he admitted. There is also. No. It is also. Onların hamısı nəzəriyyə idi. Onun qəbul etdiyi it is more likely to be the wife Brenda. It is və it is verilməlidir. There is olmaz. There is, there varsa ümumiyyətlə hər hansı bir yer, anlayışı olar. There is a book on the table. Məsələn, kitabın stolun üstündə bir kitab var. Burada işlədə bilərik. Ancaq it is daha yaxşıdır. Yer anlayışı yoxdursa o zaman işlətməyin. Davam edək. Neçədə qaldıq? 47. A lot of work to be done on my farm. There is a lot of work. Work saymayan simdir. Ona görə iz veririk. İkinci tərəfə baxırıq. More than $100,000 in Seekers Trust's bank account. There was dollars. Baxın, $100 söhbət gedir, cəmliyə olmalıdır. Ona görə variantlar getdi. Cəm dollarları saxlayırıq. There is düzgündür. İkinci tərəfdə isə $100,000 olduğu üçün there was olmalıdır. There were yox. Cavabımız B bəndi. 48-ə baxırıq. Düzgün istəyir bizdən. All I need, mənim istədiyimin hamısı. Baxın, bu birləşmə kimi gedir, bir gedir. Ona görə are yox, is olmalıdır. B-yə baxırıq. Nina and I are going to Sibel. Nina və mən. Buna diqqətli olun. Bunu çoxlu müəllimlərimiz qarşılar, ləzzət abisiniyyətlərimiz. Nina və mən 2 nəfər olduğu üçün are veririk, əm yox. Elə bir ki, belə bir hal olanda yadınıza saxlayın ki, görürsünüz ki, məsələn, xəbəri uzlaşdıra bilmirsiniz mübtəda ilə. Bu zaman şəxs əvəzi ilə əvəz eləyin. Məsələn, Nina və mən deyəndə söhbət məndən getmir, axı bizdən söhbət gedir də. Ona görə bu ilə isə are işlətdiyimiz üçün cavabımız bir bəndə olacaq. According to him, this TV channel area breaking news first. This TV channel area breaking news first. No. The children with their father is taking a taxi to the airport. Baxın, deyir ki, children cəmdədir, iz verib, xəbər verib. With sözünüdür. Həmişə deyirəm, bütün videolarımda qeyd edirəm, dərslərimdə də sözündən əvvəlki sözə baxmalısınız. Children cəmdədir, ona görə xəbərimiz təkdə yox, cəmdə olmalı idi. It is the soap, but not the snacks that have poisoned the king. Have yox, həz olmalı idi. Yenə də eyni mənaya gəlib çıxır. Bu soup idi. Qəliyyəaltı deyil. Baxın, snack. Atışdırmalıq deyil. Bu artıq elə bir ki, əlavə bir cümlədir. Onu silirik. Supla uzlaşdırmalıyıq. Kralı zəhərləyən sup idi. 49-cu suala baxırıq. Uyğun olmayan istəyir. There isn't an original idea. Baxın, isn't var, təkdədir, idea təkdədir, düzdür. There was brave of you to help. There was olmaz. It was brave of you. Burada görürsünüz deyəndə gir anlayışı yoxdur. Ona görə there verə bilməliyik. Cavabımız bir bəndidir. There were more stories. Were var, stories var, düzgündür. It was difficult enough getting acquainted with her and her family. Düzgündür, problem yoxdur enough'dan sonra. Gerund verib, düzgündür. They were white and strong and regular. He decided as he looked at them. Bu da düzdür. 50-yə baxırıq.
In which sentence is the subject-verb agreement used correctly? Hansında düzgün işlədilib. Never forget, you are a wonderful creature. Heç vaxt unutma, sən çox wonderful, əla yaradılıbsan. Düzgündür. You are. Düzdür. There was the madness of pride in every word he uttered. Düzgündür. Problem yoxdur. There were another knock on the door in 2 or 3 minutes. Baxın, were another was olmalıdır. An artiklı var. Niyə were veririk? Xəbəri was olmalıdır. They were a highly qualified architect. Baxın, artiklı var. Yenə də were verə bilməliyik, was verməliyik. Bu məsələlərə diqqətli olun. MİQ elə də çətin deyil. Sertifikasiya ondan da asandır. Sadəcə olaraq diqqət lazımdır. Əvvəlki videomda qeyd etmişəm. Sertifikasiyada sadəcə olaraq 10 dənə çətin demək olar ki, sual olur. 10 orta sual olur. 30 sual isə tamamilə asan sualdır ki, müəllimlərimizi çox kəsmək istəmirlər. Mən sertifikasiyada iştirak etmişəm, MİQ-də də iştirak etmişəm və fərq açıq-aydın görünür ki, sertifikasiya çətin olmur. Yəni, narahatçılığa əsas yoxdur. Deməli, davam edirik. 51. Adam and Charles Trask. Baxın, 2 nəfərdən söhbət gedir. Ona görə were verməliyik. Waslar getdi işinə. Qələmimizi götürək. Was sildik. Was-u sildik. Sildik. Adam and Charles Trask were finding it difficult to live together as two men often do. Bəli. Deməli, two men verib bəndində. Bu da getdi. 2 variant arasında qalmışıq. Most of the difficulties olaraq. Difficulty niyə verək ki? Difficulties, difficulty verib sonra da have verib. Difficulty təkdədir, have isə cəmdədir. Cavabımız C-bəndi. 52-yə baxırıq. Səhv istəyir. Some of the cookies she has baked was olmaz. Onun bişirdiyi cookie'lər var olmalıydı. Cavabımız A-bəndi. Most of my time is time təkdədir, is təkdədir, düzdür. Neither of the answers given by the students is correct. Bəli, neither var, is verib. Almost all your findings are relevant. Findings və are düzgündür, cəmdədir. None of the information she has found from the internet is reliable. Information və is düzgündür. 53-ə baxırıq. Your eyes and your mouth. Sənin gözlərin və sənin ağzın. Shows me that. Mənə göstərir ki. Shows olmaz axı, show olmalıdır. 2 şeydən söhbət gedir. Göz və ağız. Ona görə showslar getdi. Beləcə 2 variant arasında qalırıq. D və I bəndi. Show me that feelings are important to you, but your forehead, ancaq sənin alnın mənə deyir ki, nədir? Your forehead alındı və təkdədir. Ona görə show olacaq, shows yox. Shows me that common senses are your main guide in life. Bəli, cavabımız İ-bəndi. Görürsünüz, cümlə belə uzun, çətin görməyinə baxmayın. Ən asan suallar, ən asan cavablar, həmişə deyirəm, elə belə uzun cümlələrdən, qarışıq cümlələrdən çıxır. Sadəcə olaraq diqqətli olmaq lazımdır. 54-cü suala baxırıq. Which of the following options is wrong? The səhv istəyir. There was no crocker or bell handle at the open door. Baxın, no crocker or varsa yadınızda saxlayın ki, burada was verə bilərsiniz. Bu düzgündür. And varsa were verməlisiniz. Çünki cəmlik bildirir. C-yə baxırıq. There were both. Baxın, both varsa were veririk, düzgündür. There was neither a knocker nor, baxın, neither nor olanda düzgündür. Was veririk xəbəri. They were not only a crocker, but also, yadınızda saxlayın. Not only, but also da hansı isim daha yaxındırsa onunla uzlaşır. Burada a knocker verib, a article verib, were verə bilmərik. Cavabımız İ-bəndi. Bir də neither və neither tələffüzünə diqqətli olun. Mən uzun müddət bu barədə tərəddüd edirdim. Hansının daha düzgün tələffüz olduğuna dair. Ancaq nəticədə araşdırmalarım göstərdi ki, British American deyə bölünür tələffüzləri
Yəni narahatçılığa əsas yoxdur. Neither də deyə bilərsiniz, neither də deyə bilərsiniz. Hər ikisi düzgün hesab olunur. Və British English'də neither variantı daha çox işlənir. Mən də neither də deyə təhsil edirəm, neither də deyə təhsil edirəm. Yəni videolarımda işlə bilərsiniz. Buna görə narahat olmayın. No, tooth or bone. Baxın, or var yenə də. Diqqətli oluruq. Deməli, or varsa dedim ki, xəbərimizi təkdə veririk. Wordlər getdi. They were. Bozların içində qaldıq. İkinci tərəfə baxırıq. İkinci cümləyə. A long time before we received an answer from him, Jane said. 25 years. 25 il izlə işlənir. Yadınızda saxlayın. Bu 25 il məsələsi bütöv bir anlayış kimi götürülür. Məsələn, 5 saatlıq yol, 25 illik səyahət, 5 illik, nə bilim, qayıdış və s. Cavabımız bir bəndə olacaq. 56-ya baxırıq. Find out the most appropriate option. Düzgün, uyğun gələni seçirik. 6 weeks, baxın yenə də görürsünüz, 6 həftəlik, ar veririk, iz veririk. Bu bir anlayış şəklində işlənir. Ona görə xəbəri təkdə verməliyik. The number of the students registered the class are 22. Yox, iz olmalıdır. Yadınıza saxlayın, the number of-dan həmişə say işlənir. Bunu yadınıza saxlayın, diqqətli olun buna. Niyə belə görünür? Deməli, bu səhvdir. C-yə baxırıq. There are a great amount of disbelief among the students. Deməli, a great amount of-la niyə ar verib səhvdir? Stephen and I have spent a great deal of time thinking of the design. Baxın, bu düzgündür. Bayaq da dedim. Stephen and I. Baxın, 2 nəfərdən söhbət gedir. Ona görə have vermək düzgündür. Həz vermirik. We ilə əvəz edirik də, elə bir ki, şəxs əvəzi olaraq. There is a large number of people coming here for the latest movie. There are a large number of people olmalıydı. Getdi. 57-yə baxırıq. Səhv istəyir bizdən. There is a large ancient oak tree in the middle of the field. There is a large ancient oak tree. Düzgündür. There have been a lot of accidents on the roads today. Yollarda çoxlu qəzalar olur. Düzgündür. There isn't a person in this courtroom who have. Baxın, burada person'a baxmalısınız. Have yox, həz olmalıydı. Ona görə cavabımız C-bədir. Jean Lewis, there is no doubt in my mind that they are good folks. Düzdür. There isn't one woman in 10,000 with picture. Düzgündür. Bircə dəqiqə. Bəli, davam edirik. Deməli, 58-də qalmışdıq. 58-də də, aha. Səhv istəyir bizə. Yenə də incorrect. There is only one word that I love more. Düzgündür. One word is düzdür. He says that there was no peasants' huts here. Baxın, peasants' huts, hutla uzlaşdırmalıyıq. Was yox, were olmalıydı. There is no other choice to escape from that prison. Düzgündür. There are so many var, things var. Düzgündür. There are no shops. Var, shops var. Düzgündür. Əgər hər hansı bir məsələdə qaranlıq qalan məqamlar varsa, yaza bilərsiniz, şərhlərdə izahını verə bilərəm. Problem yoxdur, ola bilər. Sürətli keçərəm üstündən, siz başa düşməzsiniz. Yəni də qaranlıq qalan məqamları yaza bilərsiniz. Deməli, a few years ago there were veririk. Baxın, several sellers var. Qələmimizi götürək. Cəmdədir. Ona görə were are cəm olmalıdır. Yəni, a few years ago olduğu üçün are olmaz. Keçmiş istəyir bizdən. İkinci tərəfə baxırıq. Deməli, bizim məsələmizi ikinci tərəf həll eləyəcək. Offering court fate made next to almost every railway or metro station in Moscow now. However, baxın, now sözü bizə deyir ki, ikinci tərəfim mənim tək indiki zamanda bir da getdi. There is rail. Baxın, rail sözü. Yenə də rail sözü qabağımıza çıxır. Buna diqqətli olun. Burada not verə bilməzsiniz. Əvvəlki videolarımda da bunu qeyd etmişəm. Really, hardly, scarcely, nə qədər səlqəsiz olsa da üzülü sayın. Bircə burada. Görün, görək bundan yazma olur.
ehtiyac yoxdur. Okay, really, hardly, sonra seldom. Bunlarla inkarlıq verə bilməzsiniz. Seldom yox. İnkarlıq verə bilməzsiniz. Poza bilmədim. Yəni really, hardly olursa burada not verə bilməzsiniz. İz verməlisiniz. Təsdiq verməlisiniz. 60'a baxırıq. Which of the following options is wrong? Səhv olanı istəyir bizdən. There is many a true words spoken in jest. Düzgündür. Article var, is var. B'ye baxırıq. There is a lot of furniture shops at the corner. Is var. Shops cəmlik bildirir. Ona görə olmaz. Cavabımız bir bəndidir. Bura bir dənə D yazaq. Çox qarışır elə bir cavablar. There are the police investigating. Polis var. Cəmlik bildirir. Düzdür. There are a lot of was a gentleman var. Are var. Düzdür. They have been some complaints. Complaints var. Have been var. Düzgündür. Bizdən səhv istədiyi üçün cavabımız bir bəndi. Belə bəyəndinizsə like edib abunə olmağı unutmayın. Hələlik.